Hörmətli tədris iştirakçıları, hər birinizi salamlayıram. Bilirik ki, bugün 18 may Beynəlxalq Muzeylər günüdür. Və bu münasibətlə biz bugün muzeyimizdə açıq qapı günü təşkil etmişik. Və mən hər birinizi Muzeylər günü, muzey sevərlər, hər birinizi Muzeylər günü münasibətlə ürəkdən təbrik edirəm. Can sağlıq. Hər vaxtınız xeyir olsun, hamınızı mən də salamlayıram. Bu xoş gündə Muzey İşçilər günün peşə bayramı münasibəti ilə başda Tofiq müəllim olmaqla əməkdaşları səmimi qəlbdən, ürəkdən təbrik edirəm. İşlərinizdə uğurlar, müvəffəqiyyətlər və bizim üçün xoş haldır ki, Yalova kənd tarix yaxşısı muzeyi adı yenə qədər qorunub saxlanır. Yüksək səviyyədə fəallıq göstərdiyinizə görə bütün əməkdaşlarınıza öz adımdan və ön rəhbəri adımdan dərin minnətdarlığımı və təşəkkürümü bildirirəm. Arzu edirəm ki, bu əmək fəaliyyətiniz gələcək nəslə çatdırılmasında, gələcək nəslimizin, balalarımızın inkişafında, onların mənəvi böyüməsində çox böyük rol oynayır və bu ənənəni davam etdirəsiniz. Sizə işlərinizə uğurlar və peşə bayramınız münasibəti ilə can sağlığı arzu edirəm. Çox sağ olun. Əziz tədris iştirakçıları, deməli Xocalı Rəngəlova kənd Tarix Şəxsiyyət Muzeyi 18 aprel 1991-ci il Mədəniyyət Nazirliyinin 144 sayılı əmrinə əsasən yaradılmışdır. Muzey deməli doğma yurdumuzda fəaliyyət göstərən zaman bir il müddətində 2500 ədəd eksponat toplanmışdı. Və hər birinizə məlumdur ki, erməni faşistlərinin Şaxlara kəndinə hücumu zamanı bütün olan eksponatlarımız hamısı işğal altında qalmışdı. Və 1992-ci ildə biz mayın 9-da öz dədə baba yurdumuzdan qaçın düşdük, məcburi köçün düşdük, Haçkənd qəsəbəsində məskunlaşdıq. Muzeyimizi biz orada bərpa elədik və fəaliyyətə başladıq. Və orada deməli məskunlaşan zaman muzeyimizə lazım olan eksponatları topladıq. Yəni eksponatlar həmişə çalışırdı ki, zənginləşdirək, muzeyimizin fondu zəngin olsun. Və bilirsiniz ki, 14-cü gün dekabr ayıdır, biz burada məskunlaşdıq, Gəncə şəhər ətrafında, Gəncə qəsəbədə fəaliyyətə başladıq. Dövlətimiz sağ olsun, bizi deməli muzey fəaliyyəti göstərmək üçün 4 otaqlı mənzillə təmin elədik. Dövlətimizə öz təşəkkürümüzü, minnətdarlığımızı bildiririk. Sağlıq olsun, gün o gün olsun ki, biz öz dədə baba yurdumuzda öz işimizi bərpa edək, fəaliyyətə başlayaq. İndi isə söz verirəm 47 sayılı, Gəncə 47 sayılı məktəbin direktoru Rahat müəllimə. Çox sağ ol Tofiq müəllim, mən də hər birini salamlayıram. Əziz, hörmətli Şahid müəllim, Ramiz müəllim, Kənan müəllim, Vasif, hər birini salamlayıram, Rafael müəllim, əziz muzeyin əməkdaşları və ən əsası bizim məktəbli balaları xüsusi salamlayıram. Və girəvədən istifadə edər əziz balalar, onu demək istəyirəm ki, muzey nə deməkdir? Muzeydə tam tarixi, qədimi əşyalarla yanaşı bizim şairlərimizin, dahi məsələn deyək ki, Şah İsmail Xətainin Dəhnamə əsəri var. Tofiq müəllim, sizin simanızda əməkdaşlarınızı və eyni zamanda bütün Azərbaycanımızın qurucu muzey əməkdaşlarını təbrik edirəm. Can sağlığı, gün o gün olsun elə doğma yediyiniz kimi kəndimizdə, vətənimizdə, yəni Qarabağımıza bax bu günlərə bizi dəvət eləyəsi bizə böyük məmnuniyyətlə gəlir. Çox sağ olaq müəllim, mən də başda sən olmaqla sizin peşə bayramınızı təbrik edirəm. Biz mədəniyyət işçilərinin ən yaxın dayağı, güvəş yerisiniz. Allah sizi dəyməsin, həmişə bir olub bir yerdə
nə imkanımız var, tədbirləri keçirdik. Həmişə səsinizdən gəlsin. Biz də sizdən fəxr edirik. Təbrik edirik. Sağ olun. Buraya gəldim. Əkəsən bir şey görmədim. Mən də sizi təbrik edirəm. Bütün muzeyin əməkdaşlarını təbrik edirəm. Sizlərə can sağlığı, gələcək fəaliyyətlərinizdə uğurlar arzulayıram. Mən bilirəm ki, siz fədakar muzey işçisisiniz. Əməyiniz böyükdür. İnşallah əməyiniz də dövlətimiz tərəfindən yüksək qiymətləndirirlər. Mən ona inanıram. Uğurlar olsun sizə. İndi sərgimizdən tanış ola bilərsiniz. Yəni sərgi yazmışıq. Əl vurmaq olmaz. Olar, çəkib gətirib muzeyə də hədiyyə verə bilərsiniz. Bəli, mən vermək istəyərik. Çox gözəldir. Anam, bunlar qəşəng olur. Apar içərdə. Bura biraz ilkin başlayır. Gəl içərdə Gəl. Meyvelerimiz gördüklerimiz oraklarda, oraklarımız dişi oraklar, taxıl qismində o içində istifadə olunmuş. Gördüklərimiz oraklarda, oraklar iki hissədən başlayır. Dişli oraklar, dişsiz oraklar. Taxıl qismində o biçimində istifadə olunmuş. İlk dəfə ön Asiyada qalmış. Neolit dövrü. Gördüyünüz közlüsünün iki hissəsinə közlülərək əlverişli iqlim şəraitinin olması, burada xalçacılığın inkişaf etməsinə səbəb olmuşdur. Azərbaycanda 8 xalçacılıq məktəbi var. Bunlardan biri də Quba xalçacılıq məktəbi. Bu gördüyünüz gəbə Quba xalçacılıq məktəbinə aiddir. Quba xalçaları əsasən rəngarəngliyinə, bölücülüyünə görə digər xalçalardan fərqlənirdi. Xalçaları toxumaq üçün istifadə olunan alətlərdən biri də həvədir. Bu həvə vasitəsilə xalçaların ilmələri döyülərək, yəni bərkitmək üçün, yerinə oturmaq üçün istifadə olunurmuş. İlk əvvəllər həvələr ağacdan, palıd qoz ağacından hazırlanırmış. Lakin onun dişlərinin ara məsafəsi, qulp hissəsi bu qədər əlverişli olmadığına görə daha sonralar dəmirdən istehsal olunur və xalça məmulatları kullanılır. Burada gördükləriniz isə mis məmulatlardır, mis qazanlardır. Yeməklərin pişirilir, xörəklərin pişirilir, süfrəyə gətirilməsi üçün istifadə olunmuş. Mis qazanlar həm yeməklərin ləzzətli olmasında, həm də onların istiliyinin qorunması üçün əlverişli olunur. Bunlar isə mis kəftirlərimiz, qaşıqlarımız. Yun əvvəlcə yun əlçin halına salınır, daha sonra da bu yun darağı vasitəsilə didilir. Həmin yundan gördüyünüz gəndələr vasitəsilə yun ip əyili, ip halına salınır. Bax, burada gördüyünüz. Daha sonralar isə xalçalar, gəbələr, kirlilərimiz qoyulur. Bu gördüyünüz də məfrəş, bəzi yerdə fərmək deyirlər. Yəni indinin sandıq əvəzi. Bu da xalça məmulatına aiddir. Qədim zamanlarda qızların cevizlərinin yığılmasında istifadə olunurmuş.